Bugün küftə bozbaş edirik. Keçid edək hazırlanmasına. İlk öncə soğanlarımızı kup-kup doğrayırıq. Küftələrimizi hazır edirik. Mən öncədən əti, soğanı keçirib, yumru düyüsünü, bir də duz əlavə etdim. Siz istəsəniz, başqa ədviyyatlardan istifadə edə bilərsiniz. Doğradığımız soğanları kərə yağında qovururuq. Üzərinə bir yemək qaşığı tomat pastası əlavə edirəm. Suyunu əlavə edirəm. Suyumuz qaynadı. Mən içərisinə küftələrimizi əlavə edirəm.